Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində 28 may Müstəqillik gününə həsr olunmuş dəyərli masa keçirilib. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, istiqlalımızın memarlıq zəfəri mövzusundakı tədbir şəhərsalma və memarlıq ilinə həsr olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev tədbiri açarkən bu dəyərli masanın 28 may Müstəqillik günü ərəfəsində keçirildiyini qeyd edərək, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizə edib. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş şəhərsalma və memarlıq ili çərçivəsində keçirilən bu cür elmi görüşlərin böyük zəfərimizin davamı olan böyük qayıdışın, Qarabağ və Şərqi Zəngəzurun bərpası və çiçəklənməsi yönündə ölkə başçısı tərəfindən həyata keçirilən işlərin miqyası ilə səsləşməsinin vacibliyini vurğulayıb. Bu dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik. Sonra dəyirmi masanın məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Yeni Azərbaycan Partiyası Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli Cümhuriyyət ənənəsindən Heydər Əliyev dövlətçiliyinə gedən yol, Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini Dosent Əli Muxtar Muxtarov Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ulu Öndər Heydər Əliyevin rolu, bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Dosent Nərgiz Rəsulova Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament və demokratik idarə etmə ənənələri, bölmənin elm və təhsil şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova müstəqilliyimiz, təməlimiz, şəhərlərimiz gələcəyimizdir. Bölmənin elmi kitabxanasının müdiri Vüsalə Hüseynova İstiqlal tariximiz kitablarda, bölmənin gənc alim və mütəxəssislər şurasının sədri Vüqar Əhmədli Cümhuriyyətə işıq saçan gənclər mövzularında çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr aparılıb.